qapıdan qapıya kiraya qalmışıq. 14 il. 14 ildən sonra da yataqxanada qalmışıq. Yataqxanada da qalandan sonra biz məcbur qaldıq. Onda tramvay parkını bağladılar. Atam tramvay sürürdü, şəhər içi 6 nömrə tramvay. Tramvay parkı bağlandı. Tramvay parkı bağlanandan sonra biz çox çətinliyə düşdük. O tramvay trolleybus parkından verilən 2 otaqlı yataqxananı satdıq və elə bir yerə gəldik ki, orada buruq var idi. Yəni elə bir ki, buruq var buradaydı da, yəni bir yarım metr bir məsafəsi var idi. Ora yəni nə asfalt çəkməli olurdu, nə ora mütəmadi olaraq ağır maşınlar gəlirdi, qazırlar. Çünki oradan mazut çıxırdı. Üstəlik radiasiya var orada. Radiasiya var idi və hər dəfə də o xarab olanda buruq mazotu vururdu pəncərələr. Əslində pəncərə ev deyil idi. Deyim sizə də 2 otaq demək olmazdı. Biz əvvəl pərdə çəkdik, sonradan kardonla onu ayırdıq. Mən ailə quranda. Çünki artıq 30 yaşım var idi, mən ailə qurmalı idim. Valideynlərinlə qalırdın. Valideynlərimlə qalırdım. Bir otaqda? Sonradan o kardon qoydum ora. Neçə kvadratlıq yer? Balaca idi. Yox, bura oradan böyükdü. Bura oradan böyükdü. Çünki bizim kuxuna da yox idi. Sonra hamamda da qazı yandırmağa qoymur. Qaz olmazdı çünki buruğun dibi idi. Hastanede mütəmadi də vururdu o şey. Mazot vururdu şüşələrə falan evin. Evin damı da yox idi. İndi məsələn bizdə orada Sabunçuda qaldıqlarım da biri. Məsələn mən həmişə arzu edirdim ki, qıraqdan baxırdım ki, bizim dam nə vaxt belə olacaq da, bizim belə bir damımız olacaq. Çünki dam belə idi, belə bildiyimiz o kərpicləri qoymuşlar. Yağış yağanda da vanna falan, evdə ilbiz üçün aboy vurmaq olmurdu. Nəmi idi deyə, aboy vuran kimi düşürdü, mümkünsüz idi. Ona görə ilbiz var falan gelirdi. Niyə görə toylardan deyim? Mən xoşbəxtəm. Bu anam dünyasında dəyişib, Allah qalanlara can sağlığı versin. Mən anama onu yaşatdım. Necə yaşatdım? Sevimli şou başladı. Başladılar mənə toya dəvət eləməyə. Qaloşdan çıxırdım evdən, ayaqqabımı krokda götürürdüm. Gəlirdim ta yuxarıda, o Sabunçu bazarından yuxarıda, orada özüm üçün gizlin bir yer ayırmışdım. Qaloşları qoyurdum ora, ayaqqabımı giyinirdim, gəlirdim. Sevimli şou gedir. Zomaq da elə bilir ki, bir dəfə yadımdadır, Mətanət Həsədovanı salamlayıram. Mətanət Həsədova çıxdı televiziyadan, qonağım idi. Amma hələ toylara getdim, təzə-təzə başlayırdım. Çıxdı, dedi, maşının hansıdır? Mətanət Həsədova. Dedim ki, mənim maşınım yoxdur ki, belə deyə, deyək, budur maşınım. Orada da bir xarici maşın dayanmışdı. Mən də utandığımdan dedim ki, hə, mənim maşınımdır. Gözlədim ki, güya ki, mənim işim var da. Gözlədim ki, hamı getsin. Sonradan mən gəlim Elmlər Akademiyasından minim metroya, metrodan çıxım Koroğlu'da. Utanırdın. Utanırdım çünki mən belə iş apardım və sevimli şovda birdən-birə hamı baxmağa başladı. Neyse, kısa bir deyirəm ki, toylara getdim və evdən gizlətdim. Evdən gizlətdim qazandığım pulu. Hə, pulu, hə. Pulu gizlətdim. Yığmaq üçün. Hə, yəni mən minnətdaram atama, ona görə də mən onlar üçün hər şeyi yaşatmışam. İndi atam da baxacaq buna. Mən onlara hər şeyi, çünki mən atamın əziyyətini itirmərəm. Atam gedirdi ki, çox dönə-dönə üzr istəyirəm ki, hamamda bizdə duş falan mən görməmişdik, bir ses var. Ancaq kruşkanı, o kruşkada qaz yox idi də qızdırırdı. Onu da qızdırmaq üçün də axı qaz yoxdur axı. O qozalar deyirlər, o ağacdan düşürək. Onu həmişə bir kulok, hər səhər kulok yığırdı, gətirirdi ki, bəs Mikail efirə gedəcək də, tanınmışdı. Onu qalayırdı ki, su olsun. Deməli, mən bunu hamıdan gizlətdim və başladım yaxşı pul qazanmağa. Yəni, mən maaş alırdımsa, heç gizlətmirəm, 550 manat maaş alırdım bir ayda. Və bir toydan onun 5 qatını, 6 qatını başladıq biz qazanmağa. Yəni, Allah Nofər Süleymanova rəhmət eləsin, o ansamblla yaratdıq və biz dayanmadan toylara getdik. Özdə çox yaxşı toylara, şabaş var idi falan. Pulu gizlətdim. Evdə də yalandan deyirdim ki, gizlətdim, yaxşı mənada ki. Yəni, az qazanmışam da ancaq bəs eləyər. Məsələn, 20 manat verdi mənə Nofər. 30 manata, 20 manat, 30 manat nə? Cibimdə 3000, 4000 bir gecəyə pul var. 5000 pul var. Getdim torpağı aldım. Torpağı alandan sonra səbr elədim. Ustalar məsələn zəng eləyirdi, yalandan deyirdim ki, kimsə zəng eləyir, çıxırdım çöldən danışır. Evdə balacadır da, ancaq bayıra çıxa bilərsən, çölə, o buruğun dibinə çıxa bilərsən. Sən senaristsən, aha. Oynayıram onu. Nəsə, evi Allah hər kəsə nəsib eləsin.
Gələnlər də bilirlər mənim evimə. Evi tikdirdim. Təsəvvürünüzə gətirin ki, bundan da balaca bir yer çıxmısan oradan. Çünki geniş, 2 mərtəbəli geniş bir ev tikdirdim. 5 otaq yuxarıda, 5 otaq aşağıda, yuxarıda jacuzzi, aşağıda jacuzzi və evi elə elədim ki, yəni səbrlə də evə gir yaşadı. Yəni bildiyiniz kəfkir var, yorğan sırıtdırdım, pərdə, lüst. Yəni bildiyiniz hər otaqda da televizor var. Halbuki ki bizim televizorumuz yox idi onda. Yəni çünki deməli hər şeyi elədim, hər şeyi elədim. Bildiyiniz çox dönə-dönə üzr istəyirəm. Anamın, atamın iç paltarına qədər, onda bir qızım var idi. Yəni bildiyiniz kostyuma qədər, hamamda şampun, nə bilim nə, və çaynikə qoydum mətbəxə, dəmilədim, hazır. Gəldim evə. Onda da zastonka deyirlər, Azərbaycanca bilmirəm nədir. Bir maşın almışdım. O da yarı yolda gedib xarab oldu, dayandı. Yarı yolda xarab. Nəsə o maşına... Maşını dəyişməmişdin, amma evi tikmişdin. Yox, maşını dəyişmərəm. Şübhə o yanar axı. Nəsə, gəldim, dedim ki, bəs gəlin yığışın, bir torpaq görmüşəm, bir sot. Onu alım, yavaş-yavaş ev tikdirim Zabratda. O evdə sevinirlər, urra, qışqırıq, Mikail axır ki də bir sot torpaq aldı, bir sot, bir yuxuydu o. Yuxuydu da, yəni onlar üçün yuxuydu. Gəldim, döndüm məhəlləyə. Bunlar da baxır ki, oyda bu kimin evidir? Dedim, bu maklerin evidir. Gir içəri, bunlar da tərəddüd edirlər. Həyat, bacaq falan, hər şeydə, yəni gir yaşa. Paltar yuyan görmüşdük biz, qabiyan görmüşdük. Yəni əllə yurdular. Nə qabi, hansı hara yerləşdirə bilərdilər. Yəni o evdə hara yerləşdirmək olar? Bir dənə paltar yanı qoyacaqdın, ev tutulacaq. Amma ayaq üstə durmalı. Həqiqətən elə idi. Nəsə, girdilər bunlar, baxırlar ki, dəstgah, bu nədir də, bu nə deməkdir, bu kimin evidir, ayda, bu nə gözəl evdir. Deyirlər, bu hanı da. Dedim, girin içəri. Girdilər içəri. Dedim, diqqət, 1 il yarım idi bu evi tikdirirdim. Sizə sürpriz eləmişəm, anamın ürəyi getdi. Atam başladı əllər əsməyə. Nəysə, dedim ki, qaldıq biz burada. İnanmırlar, hamı şokdadır, anamı təzyiqi qalxdı, papamı təzyiqi qalxdı ki, nə demək deyib, sən nə inəmsən? Dedim, bir il yarımda dedim, mən yaxşı pul qazanıram, indi də qazanıram. Mən bu evi tikdirirdim. Tikdirirdim, yox, bu evi qurdum da, yəni bildiyiniz, evdə o çay trifit tökülməsin deyə, ona qədər var idi. Yorğan döşək sırıtdırmışam, dolabda, yəni çox bahalı bir dolab falan, yenə deyirəm, olmayanlara qismət olsun. Hər şey var da, yəni naxçıqına qədər var, hər şey var da, hamamda xalatına qədər var, hər şey var. Yəni bildiyin evə girdi, daha ora qayıtmadı. Həmin evə qayıtmadı. Yəni nəyə qayıdır, nə var ki orada, nəyə qayıdır? Yəni ümumiyyətlə nə var idi ki orada? Alışdılar, tez alışdılar. Tez alışdılar deyəndə özlərini itirdilər belə, daha qayıtmadıq ora. Həmin gündən, yəni heç kəs qayıtmadı da ora. Yoldaşın da bilmirdi sən bu? Yox, heç kim. Heç kim. Heç kim bilmirdi. Heç kim. Hələ bir, sənin ikinci, o bir iki uşağın, bir oğlun. Ondan sonra bir qızım oldu, sonra bir oğlum oldu. Bir qızım oldu. Onlar artıq firavan həyatda da oldu. Komfortlu. Əsmər 3 yaşına qədər, 2 yaşına qədər və 2 yaş yarıma qədər o evdə qalıb. Anam fəxr eləyirdi sənə? Çox fəxr eləyirdi və mən də bu günləri, yəni anam dünyasını dəyişib və mən nəyə rahatçılığını yaşayıram. Çünki anam gün görməmişdi, qapıdan qapıya, yəni 17 yaşında atam anam qaçmışdı da. Bu adam 17 yaşından o kirayədə, bu ki, onun sözünü götür, bunun sözünü götür. Mən universitet şəkillərimin heç birində mənim, belə deyək, gödəysəm yoxdur. Ruslar kurtka deyilir. Mən bir pencə ilə bitirmişəm universiteti. Və universitetə də gedəndə həmişə corabımı gizlədirdim. Çünki corabımın burası həmişə belə bir şey olurdu. Gizlədirdim ki də, yəni imkan yox idi da. Cırıq? Cırıq idi, sonra onu tikirdilər. O tikiliş bilinirdi axı. O qədər belə gizlədirdim ki, belə də, yəni oturanda güya ki, mən elə belə otururam, belə rahatçılıq yoxdur. Amma gör necə rahat danışırsan indi. Nə olsun o, hədə? Sən kimi insanları o qədər sevirəm mən. Var oldu. Keçdiyini danışır, rahat danışır, yox, mən barışıq hər şeylə. Rahatdır. Və indi də qazandığı ilə
Qürur duymalısan da məncə. Hə, hə,